Salam, artıq 5 ildən çox müddətdir ki, Azərbaycanın quru sərhədləri qapalıdır. Vətəndaşlar bu halda hava nəqliyyatından istifadə etmək məcburiyyətindədirlər. Quru sərhədlər bağlanandan aviaşirkətlərin müştəriləri 7 dəfə artıb. Təkcə ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min nəfər sərnişin daşınıb. Bu rəqəm quru sərhədlərin bağlandığı 2020-ci ildə 577 min nəfər idi. Meydan TV-nin araşdırmasına görə aviaşirkətlərin gəlirləri də 6 dəfə artaraq 343 milyon manatdan 2,1 milyard manata çatıb. İqtisadçı Toğrul Maşalı deyir ki, aviaşirkətlərin gəlirlərinin artması həm quru sərhədlərin bağlı qalması, həm də qiymət artımı ilə bağlıdır. 2019-cu illə müqayisə etsək, görə bilərik ki, rəsmi statistika deyir ki, sərnişin daşınmasından gəlir 2 dəfə artıb. Yəni 2019-cu ildə 1 milyard manat civarında idisə, 2024-cü ildə bu göstərici 2 milyard 100 milyon təşkil edir. Yəni hardasa 106% artım göstərib. Eyni dövr ərzində, yəni rəsmi statistika göstərir ki, sərnişin daşınmasının həcmi isə, yəni sərnişinlərin sayı belə deyək də, cəmi 50% artıb. Yəni başqa sözlə bu artımın, yəni 106% artımın, yəni gəlirdə olan 106% artımın yarısı qiymət artımının hesabına baş verir. Qiymət artımının təxmini deyə bilərik ki, arası 40% qədər bu qiymət artımındır. Yəni yerli reyslərə, çünki biz bilirik ki, qiymət artımı dövlət tərəfindən tənzimlənir. Yəni dövlət tərəfindən tənzimlənir yerli reyslərə, yəni məsələn Naxçıvan istiqamətdə reyslərə. Amma xarici reyslərə dövlət tərəfindən tənzimlənmir və faktiki orada qiymət artımı baş verir və yəni 2019-cu illə bu il 2024-cü il müqayisə etsək, görə bilərik ki, 40%lik artım var qiymətdə. İqtisadçı deyir ki, əgər biletlərin qiymətini dövlət tənzimləsə, bu birgə uçuşları həyata keçirən xarici şirkətlərə sərf etməyəcək. Çünki özəl şirkətlər mənfəət üçün çalışır. Sərhədlərin bağlı qalması isə birbaşa aviabilet qiymətlərinə təsir edən amildir. Sərhədlər açılsa, qiymətlər də aşağı düşəcək. Bu amil olmasaydı 2020-ci ildən bu yana, yəni aviaşirkətlərdən istifadə bəlkə də artacaq idi, amma 60% artım olmayacaqdı. Yəni artım daha aşağı səviyyədə olacaq idi. Və insanlar, yəni və qiymətlər də daha aşağı olacaqdı əlbəttə ki. Dövlət yəni özü sərhədləri açmalıdır ki, bu belə deyək, bu insarı, avia daşımaların insarını ləğv eləsin. Dövlət bunu etmirsə, deməli vəziyyəti o qədər də problemli görmür burada. Quru sərhədlər açılarsa, daşınan sərnişin sayı da azalacaq. Buna görə də avtomatik azal bilet qiymətlərini aşağı salacaq. Həmçinin xarici aviaşirkətlər də qiymətləri ucuzlaşdıracaq. İqtisadçı deyir ki, dövlət quru sərhədləri qapalı saxladığı müddətdə daxili uçuş qiymətlərini tənzimləyir. Amma xarici uçuşları dövlət tənzimləməməlidir. Burada bir problem dövlətin quru sərhədləri qapalı saxlamaqla monopoliyanı dəstəkləməsidir. Halbuki quru sərhəd açılsa, aviabiletlər elə ertəsi gündən etibarən ucuzlaşacaq.